Mənə elə gəlir ki, televiziyalar artıq nəsə istehsal etmək istəmirlər. Daha çox sosial şəbəkələrdən qidalanmağa başladılar, asan yola əl atdılar. Yəni hazır var da niyə işləyək? Niyə nəsə istehsal edək? Gətir onu çəkək. O reytinqi var, gətirək. Onun cəmaatı gəlib baxacaq, sponsora da reytinq lazım. İnanın ki, mən bu yaşıma qədər heç kimdən küsülü deyiləm. Sənət dünyasında. Yəni elə bir aktyor yoxdur desin ki, Azər Axşamla küsülüyəm. Hətta mənə pislik eləyən insanlarla küsülü deyiləm. Yenə də görüşəndə salam verək. Heç bir rejissorla küsülü deyiləm. Heç bir televiziya rəhbərliyi ilə küsülüyüm yoxdur. Heç vaxt özbaşınalığım olmayıb ki, bu adam reglamenta uyğunmur, istəyəndə gəlir, istəyəndə gəlmir, sözə qulaq asan deyil, disiplinası yoxdur, tərbiyəsiz deyil, yəni tərbiyəsizdir deməyiblər. Sadəcə fikirləşirəm bəlkə, yəqin ki də ona görə ki, mən sponsor gətirə bilmirəm.